Deyir bir kasıb, çox kasıb bir kişi var imiş. Bunun bir dənə köhnə evi var imiş. Bu evdə uçmaq ərəfəsindəymiş. Elə nə vaxtı yağış yağarmış, bu evdə çatlar, dəlmə deşiklər əmələ gələndə kişi tez palçıq tutub o dəlmə deşikləri tutarmış. Və qorxurmuş ki, bir gün ev uça, bu arvad uşaq qala evin altında. Ona görə evdən xahiş edir ki, sən mənə nə vaxt uçacağın haqqında xəbər eləginən da bu arvad uşaq evin altında qalmasın. Ev bundan razılaşır. Belə olur ki, bir gün yenə şiddətli yağış yağmağa başlayır. Evdə çatlar əmələ gəlir, bir dəlmə deşiklər. Tez kişi yenə palçıq tutub o dəlmə deşikləri, çatları palçıqla doldurur. Yatırlar. Və bu yağışın şiddətinə ev davam gətirmir, uçub tökülür. Bu kişidən xaric, bu arvad uşağı hamısı bunun evin altında qalıb ölürlər. Kişi ayılıb özünə gələndə görür arvad uşaq hamısı qırılıb, qışqırır ki, ey yalancı, bəs sən mənə demişdin ki, mən uçanda sənə xəbər verəcəm. Bəs mənə niyə xəbəri vermədin? Ev dilə gəlib deyir ki, sən mənə danışmağa imkan verdin ki, mən haçan sənlə danışmaq istədim, xəbər vermək istədim, elə palçıq çamurunu ağzıma tıxadın, deməyə imkan vermədin. İndi, əziz dostlar, biz də ailədə həmişə qadınların sözlərini dinləməsək, onların ağzını elə tıxasaq, danışmağa imkan verməsək, o ailə dağılmağa məhkumdur. Ona görə də biz qadınların sözlərini dinləməliyik, onlara öz köməkliyimizi göstərməliyik. Bu sözləri dinləməmək özü bir şiddətdir. Ona görə bu sahədə biraz ayıq olmaq lazımdır. Həmişə qadınların ağzından vurmaq olmaz. Yeri gələndə onların da məsləhətinə qulaq asıb tədbir görmək lazımdır. Dinlədiyinizə görə çox sağ olun, minnətdarım.